qızından artıq istəyir də. Yəni öz sirdaşı kimi Fidanla 12 il bir yerdə yaşayıblar, gəlin qaynana. İndi Fidan hardasa sentyabr ayından köçüb şəhərə. Gəlib bizə yaxında. İndi yenə də bir yerdədirlər. Fərqi yoxdur. Yenə də bir-birini çox istəyirlər. Yəni minnətdaram belə qaynanalara ki, gəlinini bu dərəcədə başa düşsün, gəlinini bu dərəcədə sevsin, istəsin. Heç vaxtı demədi ki, həmişə oğluna deyir ki, oğlum günah səndədir, sən gərək bunu belə eləməyərdin. Oğlum hər zaman oğlunu günahkar tutur. Bizdə də hər zaman mən Fidana deyirəm ki, sakit dur. Səndədir günah. Heç inanmıram ki, qudalar arasında söz-söhbət Yox, olmaz. üzümüzünə. Biz axtarırıq, nə saxtarırıq burada. Soruşa da bilərsiniz heç. Belə deyil, çox üzr istəyirəm. Bilsən, qudalar indiki boşanmaların sayı niyə çoxalır? Qız anası Günahın çoxu valideynlərdə olur. Oğlan anası, qız anası. Hamısı çaxnaşdırırlar, başa düşsənmi? Müdaxilə. Bəli, əgər qız anası qızını desə ki, səndədir günah, oğlan anası desə ki, oğluna ki, səndədir günah, ömür boyu orada boşanma olmaz. Tamamilə doğrudur. Yox, elə bilirsiniz ki, yəni Fidanla Mirseyini bilirsən də, tanıyırsan Fidanın yoldaşı Mirseyini. Prezident təqaüdçüsüdür, gözəl tar ifaçısıdır. Bu ildə dövlət xətti ilə bütün rayonlarımızda bilirsiniz də, muğam ifaçılarını Gördüm. müsabiqədə hamısında Hüseyin müşahidə edib. Deməli, Fidanla Mirseyinin söz söhbəti olanda da birdən görsəm mənə gizlincə mama, mən Hüseyin sözümə baxmır falan filan. Deyirəm ki, yaxşı, gəlirəm. Yalandan deyirəm, işimdə gücümdəyəm, haradasa. Bu da gözləyir ki, mən gedirəm, axı, 2 saat, 3 saat oldu. Bir, nə oldu, çatmadı, Moskvadan gəlirsən. Deyirəm ki, gələcəm, narahat olma, mənim işim var, gələcəm. 2 saat, 3 saat, ondan sonra böyük, lazım deyir də gəlmə, barışıblar axı. Lazım deyir, gəlmə. O oradan, mən buradan, yəni,